Xoş gördük sizləri. Bugün biz artıq atribut cədvəldən işlərimizi yekunlaşdıracaq, dərsimizi yekunlaşdıracağıq. Bunun üçün biz sonuncu deməli sağ düymədə burada Join and Relate-də bugün keçək və atribut cədvəli bitirək. Biz keçən dəfə tikililərdə burada chart da var idi, onu sildim. Yəni bir də tikili deməli eksport etdiyimiz cədvəl bu formada, yəni chart burada qalır. Onun da üstünə sağ düymə vurursan, delete edirsən, gedir, create chart, tutaq ki, bu formada, indi tez olsun deyə belə elədim, sonra onu detallı keçəcəyik. Yəni yaratdınsa burada qalır, zaten köhnə bundan əvvəlki dərsimizdə oradaydı. Duplicate eləyəndə ikincisini yaradır, open eləyəndə də həmən cədvəli açır. Mən bunu buradan silirəm, eyni zamanda da eksport elədiyimiz cədvəli buradan silirəm, remove eləyirəm. Və bu iki tikili ilə maraq nöqtəsində bağlayacağım. Mən bunları buradan bağlayıram və bu tikilidən mən əlavə tikili seyrək bir layer yaratdım, eksport elədim və onun atribut cədvəlini açıram. Yəni yenilik burada yeni bir layer, bu layerin yaradılmasıdır və özüm eksport elədim və içində də datanı az saxladım ki, daha sürətli prosesləri həyata keçirdə bilək. Eyni zamanda da eksport etdikdən sonra, bu layeri yaratdıqdan sonra mərtəbə deməli sütunundakı məlumatı sildim, sıfırladım. Səbəb də o idi ki, yəni join-da biz itmiş, yəni bu məlumat, bu sütunda olan məlumatımız yoxdur və join edərək başqa bir cədvəldən bu məlumatı gətirib bura tikmək. Join table üçün misallar çoxdur. Mən uyğun, əslində məqsəd odur ki, uyğun bir sütun olmalıdır və o sütundakı məlumat gətirib bura join etdiyimiz cədvəldəki məlumatla eynilik təşkil eləməlidir. Bu ya ID kod olmalıdır, ya da spesifik bir məlumat olmalıdır ki, bu təkrarlanmasın. Məsəl üçün biz ünvana görə iki cədvəli bir-birinə tiksək, cədvəli də gətirim, hər şey aydın olsun. Add datadan deməli burada eksport eləmişəm, tikili mərtəbəsi deyə belə bir cədvəl yaratmışam. Excel də gətirib tikmək olar. Sadəcə indi burada oldu deyə buradan göstərirəm. Open eləyək. Əlavə olaraq da belə bir cədvəlim var. Tutaq ki, siyahım var. Bu mənim tutaq ki, xəritəmdir. Çəkmişik, içərisinin məlumatlarını doldurmuşuq, mərtəbə məlumatı yoxdur. Digər bir qurumdan gedib mərtəbə məlumatını Excel cədvəldə almışıq. Və orada da bu mərtəbələr var. İndi biz bunu ünvanla tikmək istəsək alınmır. Çünki burada ünvan, məsəl üçün Abbas Mirzə Şərifzadə 102-3 dənədir. Ona görə biraz uyğunsuzluq olacaq. Amma başqa bir uyğun bir layer olsaydı, məsəl üçün tutaq ki, deyim, məsələn, dayanacaq olsun, ya işıqfor olsun, dayanacağın tutaq ki, ID kodu varsa, o ID koda uyğun da başqa bir cədvəldə o ID ilə qarşısında məlumatlar varsa, bu məlumatları bir-birinə tikmək olur. Düşündüm ki, obyekt ID ilə eləyim, obyekt ID ilə burada obyekt ID-si fərqlidir deyə bu məlumatlarda tikə bilmir. Amma uyğunluq olmalıdır. Və uyğunluq olması üçün mən götürdüm, deməli, koordinatını hesabladım bu tikilinin, mərkəzi nöqtəsinin koordinatını və fərz də elədim ki, mənim digər qurumdan götürdüyüm Excel cədvəldə də həmən tikilinin mərkəzi nöqtəsinin koordinatları var. Və ona görə də bu misal üzərindən gedəcəyik və bu X sütununa görə hər iki cədvəli bir-birinə tikəcəyik. Və prosesə başlayaq. Bunun üçün nə edirik? Bunu bağlayıram. Excel, daha doğrusu cədvələ ehtiyacım yoxdur. Əsas layer, shape failinin üzərindən, layerimizin üzərindən burada gəlib sağ düymə dedi, yəni bu 3 xəttin üzərində klikləyib Join and Relates-dən Add Join düyməsini vururuq. Və burada tikili seyrəyi seçib, onun hansı sütununa görə, X sütununa görə deyəcəm ki, tiksin. Nəyi, hansı layeri, layer deyiləsində tikili mərtəbəsi deyilən bir Excel deməyək cədvəlimizi. Və onun da X sütununu. Hər iki sütunda məlumatlar eynidir. Burada Keep All Target Features var, Index Joined Fields var. Dediyim o məsələ burada, yəni spesifik olanda bunlara belə deyim də, hər sətir birləşdirin deyək, burada qalsın. Validate Join eləyəndə yoxlayırsan, əgər hər hansı bir problem yoxdursa, OK düyməsini vura bilərik.
gözləyək biraz və OK düyməsini vururuq. Və burada artıq gördüyünüz kimi deməli məlumatlar, digər belə deyim, cədvəlin sətirləri gəlib buna tikdi, join elədi qarşı-qarşıya. Yoxlamaq üçün belə eləyə bilərik. Məsəl üçün biz hansı sütuna görə tikmişik bunları, bu məlumatları yoxlayanda artıq sizə bəlli olacaq. Bizə bir dənə X sütunu kifayət edir, yəni buna ehtiyac yox idi Y sütununa. Çünki bu rəqəmlər təkrar olmazdı. Baxın, 398, 700, 152, 93, yəni koordinatlar uyğun olaraq bir-birinə tikib. Cədvəldə belə deyim, tutaq ki, bu obyekt ID-si nədir? 502. Amma bizim burada birinci olan o sətir ki var, onun ID-si nə idi? 1-dir. Görürsünüz, yəni buna baxmayaraq o həmən bu məlumata görə iki cədvəli bir-birinə uyğun olaraq gətirib qarşı-qarşıya tikibdir sətirləri. Yəni hər birini istənilən bir yerdən şahmatını da yoxlaya bilərsiniz. Məsəl üçün buradan 398, 704, 433, 749. Yəni bu sətirləri, daha doğrusu iki cədvəli bu sətirlərə görə qarşı-qarşıya tikdi. Bundan sonra nə edirik? Artıq bu məlumatlar düzgün qarşı-qarşıya oturduğuna görə floor sütununda olan məlumatları bura köçürdə bilərik. Bunun üçün artıq bizim köməyimizə calculate field gəlir. Artıq burada nə edirik? Yazır tikili seyrək, yəni bu layerin floor mərtəbəsi bərabərdir nəyə? Biz buradan gəlirik, seçirik ki, tikili mərtəbəsi cədvəlinin flooruna. Yəni bu iki sütunu bir-birinə qarşı-qarşıya bərabərləşdirdik. Bərabərləşdirib apply düyməsini vurduqdan sonra həmən məlumatlar uyğun olaraq köçəcək bu xanaya. Yəni bunun üçün də yoxlanış eləyə bilərik. Bu sütunu götürüb gətirə bilərəm bura. Baxaq görək həqiqətən düzgün köçürdü. Bəli, gördüyünüz kimi həmən məlumatları bura düzgün qaydada köçürdü. Dediyim bu sütunları da buradan yoxlaya bilərik ki, düzgün qarşı-qarşıya tikibmi, yoxsa yox. Bəli, qarşı-qarşıya bütün sətirlər uyğun olaraq tikilibdir. Və belə olan halda iki dənə, belə deyim, bir cədvəli gətirib layerin atribut cədvəlinə join edib məlumatları köçürdə bilərik bu formada. Tikili mərtəbəsi bu deməli cədvəli bağlayıram. Burada da gəlirəm join and relate-dən remove all joins eləyirəm. Remove joins da eləyə bilərdim. All joins eləyirəm. Hər ikisi eyni funksiyanı yerinə yetirir və həmən o tikdiyi cədvəli buradan silir, çıxardır, yox eləyir. Remove joins bir cədvəl gətirib tikəndə eləyirsən, remove all joins bir çox cədvəli gətirib bura tikə bilərsən, amma uyğun qaydada. Məsəl üçün nə ola bilər? Tutaq ki, tikilinin bizdə var idi ünvanı, bir də koordinatı var idi. Digər qurumdan götürdük, tutaq ki, tikilinin mərtəbəsini, başqa bir qurumdan da tikilinin başqa məlumatını götürə bilər ki, tutaq ki, tikili daş binadır, yoxsa kərpicdir, yoxsa betondur və s. Bu situasiya, yəni bir nüans idi, biz qeyd elədik, join elədik. Başqa metodlarda, daha doğrusu başqa nüanslar da ola bilər. Qarşıya çıxan məsələdən asılı olaraq join-dan istifadə etmək olar. Misallar çox çəkmək olar. Yenə də çətinlik olsa, başa düşülməsə, komment bölümünə yazın. Başqa bir misal üzərindən bunu qeyd edək. Uyğun bir data tapaq, başqa əlavə onun üzərindən göstərək. Join deməli table bu. Sonra gəlirik relates. Relates necə işləyir? Relatesin uyğunluğunda mən yolun mərkəz xəttindən eləyəcəm. Burada uyğunluq nədir? Məsəl üçün bizdə küçə adı var. Eyni zamanda tikililərdə də ünvan var. Abbas Mirzə, Şərifzadə. Biz nə edirik? Gəlirik burada join and relate-dən add relate eləyirik. Bunları relate deyəndə əlaqələndiririk iki dənə cədvəli. Necə əlaqələndirək? Yolun mərkəz xəttinin name azı ilə tikilinin, burada tikilidə hansı sütundur? Adres old az sütununu relate edirik. Bir-birinə əlaqələndiririk. Relate-in adını dəyişə də bilərsən. A relate qoya bilərsən.
və yaxud da ki, elə relate 1 qala bilər. Burada da one to many, yəni biri bir neçəsinə uyğunluğu olsun, bağlansın. O da söhbət nədən gedir? İndi biz relate etdikdə başa düşəcəksiniz. Deməli, gəlirəm bura. Burada Abbas Mirzə Şərifzadəni seçirəm və gəlib burada join and relate. Relate datanı da seçə bilərəm buradan birbaşa. Buradan da gəlib, burada yoxdur, artıq burada remove var. Elə relate buradan seçib tikilini vuran kimi artıq tikili seyrəkdə olan hansı sətirlər onunla uyğundursa onu seçib bizə göstərəcək. Deməli, buradan belə çıxır ki, ünvanı yolun mərkəz xətti Abbas Şərifzadəyə uyğun olaraq burada tutaq ki 7 dənə tikili var ki onu bizdə ekranda da seçib göstərir. Yəni burada da yenə də deyirəm başqa misallar da çəkmək olar, amma relate əlaqə söhbət burada belə şeydən gedir ki, hansı ki 2 dənə layeri bir-birinə əlaqələndirirsən, birində hansısa ünvanı və yaxud da hansısa sətiri seçən kimi ona uyğun tikilidə hansı sətirlər varsa onu seçib göstərir. Məsəl üçün gördüyünüz kimi burada biz Abbas Mirzə Şərifzadə seçən kimi ancaq Abbas Mirzə Şərifzadəni göstərdi, amma burada ünvanlar var. Abbas Mirzə Şərifzadə 37 belə bir şey göstərmədi. Bu da o deməkdir ki, yəni biz bu sütunu tanıtmışıq və burada necə yazılıbsa eyni məlumatı burada axtarır, ona uyğunu bizə göstərir burada. Join relate haqqında da bu qədər. Deməli, biz yolun mərkəz xəttinə gəlirik. Relate yolun mərkəz xəttindən eləmişdik və buradan remove relate və yaxud da remove all relate eləyib, yes eləyib, əlaqəni burada kəsirik, yəni qırırıq. Atribut cədvəl haqqında bu qədər. Bizim videoları izləməyi, səhifəmizi tüklər demişəm, takip etməyi unutmayın. Videolarımızı bəyənib paylaşmağı da yaddan çıxartmayın. Sağ olun, növbəti videolarımızda görüşmək ümidi ilə.